Size dünyanın en faydalı salat reseptini vereceğim. Biber salatı. Alırsınız renkli biberleri, xiyarı ve toyuğun döşetini, bir de qarğıdalı. Onları hamısını götürürsünüz. Əvvəlcə biberləri qəşəng arxadakı saplarından ayırırsınız. Salatın bütün ərzaqlarını hazırladığım renkli biberlərimiz, doğranmış xiyarımız, toyuğun file ətini ditdim qəşəng uzun-uzun. Bizə bir də belə qarğıdalı lazımdır. İstəyən mayonezlə də eləyə bilər. Əgər mayonezi xoşlamayan olarsa buna zeytun yağı da əlavə eləyə bilərsiniz. İndi mən bunu ad günüm üçün eləmişəm, amma indi özüm çox sevdiyimə görə balaca qabda özüm üçün hazırlayacağım. Bunu da sizə göstərəcəm. İndi mən hər şeydən göz yağı əlavə eləyəcəm. İstədiyim qədər, yəni. Biraz xiyardan, biraz qırmızı biber, biraz yaşıl biber, narıncı biber, toyuğun döşəti, bir kaşık da qarğıdalı töksəm məncə mənim üçün yetərlidir bu qədər. Daha sonra bunun da üzerine tuz ve mayonezimizi əlavə edirik. Əslində mən zeytun yağını xoşlayıram. Evdə bir dəqiqə zeytun yağı yoxdur. Ona görə mayonez də eləyəcəm. Qəşəng qarışdıraq. Mən bunu qarışdırıb gəlirəm. Və gördüyünüz kimi salatımız hazırdır. Həm gözə hitap eləyir. Rəngli çox gözəl. Öz dadı bilsin necə ləzzətlidir. Dadına söz ola bilməz. Biber sevənlər bunu mütləq sınasın. Çox ləzzətli alınır. Tadı superdir, çox qəşəngdir. Mütləq hazırlayın, mütləq. Videomu bəyənib abunə olmağı unutmayın. Gələn videolarda görüşmək üzrə. Sağlıqla qalın, sağ olun.